Salam, hər vaxtınız xeyir olsun. Bugün Zəkalar Hazırlıq Mərkəzindən keçirilmiş blok imtahanının suallarını izah edəcəm. Elə isə vaxt itirməyə başlayaq. Deməli, quru termometrlərin göstərişi eyni olan iki müxtəlif otaqda havanın nisbi rütubəti birincidə 50%-dir, ikincidə isə 60%-dir. Biz aşağıdakı bəndləri Eylerven diaqramına doldurmalıyıq. Baxaq, deyir, yaş termometrin göstərişi quru termometrin göstərişindən aşağıdır. Bu, hər iki hal üçün eyni olacaq. Çünki T yaş qurudan həmişə kiçik olmalıdır. Onda 1 yazdıq hər ikisi üçün. Deyir ki, su buxarının təzyiqi daha böyükdür. Baxaq, nisbi rütubətin düzgün yazsan fi bərabərdir P bölünsün P0 vurulsun 100%. Biz buradan görürük ki, fi ilə P düz mütənasibdir. Düz mütənasiblikdən görürük ki, onda hansının fisi çoxdursa, deməli, təzyiq də böyük olacaq. Təzyiq daha böyükdür, deməli, bu ikinci hal üçün uyğundur. Bunu yazdıq bura. Daha kiçikdir olan yazacağım bura. Doyan buxar doymayan buxardır. Bu hər iki hal üçün belə olacaq. Onda bunu da yazırıq bura 4. Ünlü cavablarımızı qeyd eləsək 3, 1, 4, 2. Cavab olacaq D variantı. 32. Sabit kütləli ideal qazın təzyiqinin mütləq temperaturdan asılılıq qrafiki verilmişdir. VT koordinat sistemində, yəni biz V-dən T-yə keçməliyik qısacası. Deməli, baxırıq ki, hal-hazırda PT qrafikində xəttimiz P xəttinə perpendikular olduğu üçün P sabitdir. P sabitdirsə, biz qısa düsturumuz PV bölsün T bərabərdir konstant yazsaq. Buradan P sabit olanda V ilə T düz mütənasib olmalıdır. Baxıram ki, bu olmaz, bu olmaz, bu olmaz. İndi nə edirik? Birdən 2-yə gəldikdən temperatur azalıb. Temperatur azalıbsa, burada da temperatur azalmalıdır. B variantında temperatur artmışdır. Onca bu da səhvdir, cavab olacaq A variantı. Davam eləyək 33-cü sualla. C1 kondensatorun köynəkləri arasındakı gərginlik 20 volt olarsa, S3 kondensatorun köynəkləri arasındakı gərginliyi tapaq. Burada bu C1 C'dir. C2 2C, C3 isə 3C verilmişdir. Nə edək? Deməli, birinci için tutum düsturunu yazsam S bərabərdir Q bölünsün U. Buradan gərginliyi tapsaq U bərabərdir Q bölünsün S. Birinci için yazsam olacaq Q bölünsün C və bu zaman bunun da gərginliyi bizə verib ki 20 voltdur. Bu bizi qaldı kənarda. İndi nə edirik? 2 ilə 3 paralel birləşdirmişdir. Paralel birləşəndə gərginliklər eyni qalır. Yəni yuxarıda U-dursa aşağıda da U olacaq. Ona nə? Paralel birləşmədə S ümumi nəyə bərabərdir? Olduğu kimi toplayırıq. 2 ilə 3-ün cəmi edir 5C. İndi bu ikisi üçün gərginlik yazsam U bərabərdir. U bərabərdir. Q bölünsün 5C. Baxırıq ki, gərginlik tutumla tərs mütənasibdir. Tutum 5 dəfə artıb. Tutum 5 dəfə artanda gərginlik 5 dəfə azalacaq. Əvvəl 20 idisə olacaq 20 bölünsün 5. Cavab eləcək 4 volt. Deməli, həm yuxarıda 4 volt olacaq, həm aşağıda 4 volt olmuş olacaq. Cavab olacaq Y variantı. Qələmin rəngini dəyişək. Daha aydın görünsün. Cismin impulsunun proyeksiyasına zaman nasıl qrafik verilmişdir? Əvəzləyici qüvvənin proyeksiyalar arasındakı hansı münasibət doğrudur? Biz bilirik ki, impulsuna sürət eyni bir kəmiyyətdir demək olar ki, yəni qrafik olaraq eyni olur. Buradan baxırıq ki, birincinin sürət daha dik olanın sürəti daha çox olur. Birincinin sürəti ikincidən böyükdür, ikincinin də sürəti 3-dən böyükdür. Nə zaman sürət çox olar? Qüvvə çox olanda, qüvvə böyük olanda. Onda yaza bilərəm ki, F1 böyükdür F2-dən, o da böyükdür F3-dən. Belə də baxmaq olar. P vur T bərabər, üzr istəyirəm, cismin impuls dəyişməsi delta P bərabərdir F vurulsun T. Baxırıq ki, buradan F ilə P yenə düz mütənasibdir. Hansı daha dikdirsə, onda yenə qüvvə daha böyük olmuş olacaq. Onda birinci böyükdür, 2 böyükdür 3-dən, cavab olacaq C variantı. Sistem tarazlıqda olarsa, 35-ci sual, Dimin sualıdır. Sistem tarazlıqda olarsa, A cisiminin kütləsini hesablayaq. Baxaq, sol tərəfdə hal-hazırda bizə 8 kiloqramdır. Bura 8-dir. Onda ip boyunca davam eləsək, burada 8-də qüvvə çevirmirəm. Burada 8. Onda aşağıda olacaq 16 kiloqram. İndi baxırıq. Yuxarı 16 kiloqram. Tarazlıqda olması üçün aşağıda 16 kiloqram olmalıdır. Bizdə ondan 2 kiloqramı var. Nə qədər asmalıyıq ki, tarazlıqda qalsın? Deməli, cavabımız olacaq 14 kiloqram. Bir cism maqnit sahəsinin induksiya xətlərinə perpendikulyar yerləşdirilmiş MN naqilini sabit cəryan keçir. M nöqtəsinin potensialı phi M potensial N nöqtəsi potensialından böyükdür. Böyükdür phi N. Biz də demiş ki, cəryan həmişə
potensialı çox olan yerdən az olan yerə tərəf gedir. Deməli, I cəryanı bu formada yönəlmiş olacaq. Amper qüvvəsini tapaq. Amper qüvvəsi bilirik ki, Solar qaydasında tapılır. Maqnit induksiya xətləri nöqtə o deməkdir ki, maqnit induksiyası şəkildən bizə doğrudur. Onda əlimizlə tutmalıyıq ki, sol əlimizlə tuturuq ki, maqnit induksiya xətləri ovcumuza daxil olsun. Onda əlimizi ekrana tərəf tutduq. 4 barmaq I istiqamətində, bu zaman açılmış baş barmaq, 90 da açılmış baş barmaq amper qüvvəsini göstərmiş olacaq. Cavab olacaq A variantı. Primitiv formada şəklini çəkməyə çalışsaq, bu formada. Cavab olacaq A variantı. Sabit temperatur 37-ci sual. Sabit temperaturda bir atomlu ideal qazın daxili enerjisinin onun kütləsindən asılı qrafiki hansıdır? Deməli, temperatur sabitdir. Düsturumuzu yazır daxili enerjini. Daxili enerji U bərabərdir 2-də 3 M böl M R T düsturu ilə hesablanır. 2-də 3 sabit ki, qoyduq kənara. Molyar kütlə sabit, R sabit. Bizə sabit temperatur özü verib. Temperatur sabit. Baxırıq ki, gərginlik kütlə necə mütənasibdir? Düz mütənasibdir. Cavab olacaq burada Y variantı. Davam eləyək. 38-ci sual. Deyir ki, A və B cisimləri sükunət vəziyyətindən düzxətli bərabər sürətlə düzxətli hərəkətə başlayaraq O nöqtəsinə eyni zaman müddətində gəlirlər. Təcillər arasındakı əlaqə necədir? Hər ikisi sükunətdən başlayıb, başlanğıc sürət hər ikisində 0-dır. Onda yolların düsturunu yazsaq, SA bərabərdir AT kvadrat bölünsün 2, SB bərabərdir yenə AT kvadrat bölünsün 2. Birinci nə qədər yol gedib A cismi? A nöqtəsindən başlayıb O nöqtəsinə gəlmək üçün 8 metr yol gedib. İkinci B nöqtəsi isə, B cismi isə buradan B-dən başlayıb O'ya gəlmək üçün 4 metr yol getmişdir. Və bilirik ki, görüşmə müddətləri eynidir. Onda T bölü 2-ləri qoysaq kənara, təcillə yol düz mütənasibdir. Birinci 8-dir, ikinci 4-dürsə, deməli A-nın təcili B-nin təcilinin dəfə çoxdur, 2 dəfə çoxdur. Tərəf-tərəfə bölü də hesablamaq olardı. Ehtiyac yoxdur. Deməli, A-nın təcili B-nin təcilindən 2 dəfə böyükdür. 39-cu sual. Yerin öz oxu ətrafında fırlanma periodu saatın saniyə əqrəbinin dövrətmə periodundan neçə dəfə çoxdur? Yerin öz oxu ətrafında fırlananda biz bilirik ki, bir sutkaya baş verir. Bir sutkada T bərabərdir 24 saatdır. Bu, yerin öz oxu ətrafında fırlanma periodudur. Bəs saatın saniyə əqrəbi, T saniyə əqrəbinin periodu isə biz bilirik ki, 1 dəqiqəyə başa gəlir. Dəfə çox olduğunu öyrənmədən ötürü bunları eyniləşdirək. Saatı dəqiqəyə çevirsəm 24 vurulsun 60 ilə, yəni 1 saat 60 dəqiqədir. Çevirsəm eləyər 1440 dəqiqə. İndi deyir ki, yerim, yəni sutka, belə deyək də, saniyədən neçə dəfə çoxdur? Görəcək ki, 1440 dəfə də böyükdür. Vakuum diodunda anod cəryanını necə artırmaq olar? Ümumiyyətlə, vakuum diodu cəryanı düzləndirmək üçün istifadə olunur və termoelektron emisiya hadisəsinə əsaslanır. Termoelektron emisiya hadisəsi də temperatur nəticəsində elektronların qopması hadisəsidir. Biz cəryanı artırmaq istəyiriksə, onda nə etmək lazımdır? Katodu qızdırmaq lazımdır. Katodu nə qədər çox qızdırsa, çıxan elektron sayı da o qədər artmış olacaq və nəticədə cəryan da artmış olacaq. Onda katodun temperaturunu artırmaqla cavabı doğru olacaq. 41-ci sual. Kütləsi 5 kiloqram olan cisim 10 Newton qüvvə ilə təsiri ilə dartılır. Sürüşmə əmsalı 0,2 cisimin koordinat zamandan asılılığı hansıdır? Baxaq. Deməli, dartı qüvvəsini bizə verib ki, 10 Newtondur. Gəlin biz sürtünmə qüvvəsini tapaq. Sürtünmə qüvvəsi həmişə hərəkətin əksinə yönəlir. Onda F sürtünmə bərabərdir. Mü vurulsun N düsturu ilə hesablayacaq. 0,2 vurulsun N'imiz də bu zaman mg'yə bərabərdir. mg'miz isə kütləmiz 5, j'miz 10 olduğu üçün 50 eləyir. Onda 0,2 vurulsun 50, cavab eləyir 10 Newton. İndi maraqlı bir şey alındı burada. Dartı da 10, sürtünmə də 10. Newtonun birinci qanununa görə əks istiqamətdə yönəlmiş qüvvələr bir-birinə bərabər olarsa, cisim ya sükunətdə qalacaq, burada hərəkət elədiyinə görə, ya da düzxətli bərabər sürətli hərəkət halını saxlayacaq. Amma hansı tərəfə? İndi burada 2 dənə cavab var. Ya C ola bilər, ya D ola bilər. Baxırıq ki, deyir, sürətin istiqamətini görürük ki, X ox istiqamətində verib. Onda X ox istiqamətində bərabər sürətli hərəkət etmiş olacaq. Cavab olacaq D variantı. 42-ci suala davam eləyək. İki cismin yer dəyişməsinin proyeksiya zamanı asıl qrafi verilmişdir. Qrafiklərdən hansı ikinci cismin birinci cismə nəzərən sürətinin proyeksiyası ola bilər? Biz baxırıq ki, S-in T-dən qrafiklərin düz mütənasib verilir. Deməli, V1 də konstantdır, yəni bərabər sürətlə hərəkət edir.
V2 də bərabərdir konustan sürəti ilə hərəkət edir. Amma qrafiklərdən biz görürük ki, V bərabərdir S bölünsün T. Bu da riyaziyyatdan bizə tangens alfanı verir. Tangens alfa və bucaq böyük olanın, yəni dik olanın sürəti də nə olmuş olacaq? Böyük olmuş olacaq. Onda görəcəyik ki, V1 böyükdür V2-dən. Məsələn, daha rahat başa düşməsi üçün mən qiymət verim sizə. Məsələn, V1 olsun 50, V2 olsun 30. Amma hər ikisi sabitdir. İndi baxın uşaqlar. Hər ikisi eyni istiqamətdə, biri 50 ilə, biri də 30-dan hərəkət edir. İndi ikincinin birinciyə nəzərən deyəndə V2-nin 1-ə çıxıram, V2 çıxılsın, V1 olur. Eyni istiqamətdə sürətlər çıxılır. Bu zaman olacaq onda 30 çıxılsın 50, cavab edir mənfi 20. Deməli, sürətin, nisbi sürətimiz 20 özdə mənfisi ilə. Deməli, cavab olacaq burada nə variantı? D variantı olacaq. 43-cü sualla davam edirik. Vahiddir. Deyir, volt vurulsun saniyə, bölünsün, joule vurulsun farad. Hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Gəlin, hərflərini qeyd edək. Volt nəyin vahididir? Gərginliyin. Zaman saniyədir. Saniyənin vahidi, zamanı vahidi E hərfi T'dir. Kök altında joule'un əvəzinə W yazaram. Faradda tutumun vahidi C yazaram. Daha da açış eləsək, U vur T. Kök altında burada belə yazaq. Q kvadratı bölünsün 2C enerjinin yerinə vurulsun C. Buradan tutumlar ixtisar getsə, Q də kökün altından çıxır. Vahid üçün 2'nin önəmi yoxdur. Onda U vur T bölünsün Q olur. Biz bilirik ki, cəryan şiddəti I bərabərdir. Q bölünsün T düsturu hesablanır. Bizdə isə T bölgüdür. Onda bunun əvəzində 1 bölü I yaza bilərik. Yəni U bölünsün I olacaq. Bu nəyin düsturudur? Müqavimət. Cavab olacaq müqavimət. 44-cü suala davam edək. Bir cins maqnit sahəsində çevrə üzrə hərəkət edən zərrəciyin xüsusi yükü hansı ifadə təyin edilir? Çevrə üzrə hərəkət edəndə biz əvəzləyici qüvvəni emanı bərabər eləyirik F Lorentz-ə Q, V, B. Buradan yazıram ki, onda MV kvadratı bölünsün R bərabərdir Q, V, B. V'lərin birini ixtisar aparaq. Buradan MV-ni tapıram. MV bərabərdir Q, B, R. Yaxşı, bizdən nəyə soruşur? Xüsusi yük. Xüsusi yük Q' bərabərdir Q bölünsün M üstü hesablayıram. İndi buradan Q'ni M'ə bölsəm, Q'nun yanında tənasüb olması üçün buraya yazacağım B, R. M'in yanında V var. Deməli, Q bölü M bizə nəyə vermiş olacaq? V bölünsün B, R. Cavab olacaq B variantı. 45-ci sual. Elektrik sahəsinin bir nöqtəsindən digərinə 4 milli kulon yükün yerləşməsi zamanı 200 milli joule iş görülərsə, həmin nöqtələr arasındakı potensiallar fərqi nəyə bərabərdir? Yəni biz ümumilikdə gərginlik axtarmış oluruq. İşin düsturu A bərabərdir Q vurulsun U'dur. Aha, buradan U'nu tapsaq U bərabərdir A bölünsün Q. Hər ikisi milli joule'dur. Ona görə vahid çevirməyə ehtiyac yoxdur. İşin yerinə 200, yükün yerinə 4 qoysam 200 bölünsün 4 cavab verəcək 50. B variantı. Doyan buxar 46-cı sual. Əvvəlcə izotermik sıxılır, sonra isə izoxor qızdırılır. Bu prosesdə doyan buxarın təzyiqi üçün hansı mülahizələr doğrudur? Doyan buxarı altına xətt çəkirik. Doyan buxarda izotermik prosesdə temperatur sabit olanda P, N, Rho hər üçü sabit qalır. İzoxor prosesdə isə P, N, Rho temperaturdan bildiyimiz kimi kəskin asılıdır. İndi baxıram, əvvəlcə izotermik sıxılır. İzotermikdirsə nə olacaq? Onda sabit qalacaq. Deməli, birinci prosesdə təzyiq artmış səhvdir. Dəyişməz olar. Bu ola bilər. Azalır yazır səhvdir. Deməli, azalır yazır səhvdir. Artır yazır səhvdir. Elə cavab belə götürəndə bir dənə cavab qalır B variantı. Gəl davamına da baxaq. İkinci hissədir, izoxor qızdırılır. Temperatur artanda P nə etmiş olacaq? Artmış olacaq. Cavab həqiqətən də B variantı çıxmış olacaq. Davam eləyək. Riyazi rəqqas harmonik rəqsə hərəkət edir. Rəqqas tarazlıq vəziyyətindən keçən an onun, demək bir riyazi rəqqas çəkməyə çalışsaq, bu rəqqasın tarazlıq vəziyyəti olsun, bu da kənar halları olsun. Biz bilirik ki, kənar nöqtədə sürət nə olur? 0. Sürət 0-sa impuls 0. İmpuls 0, kinetik enerji 0. Tarazlıq vəziyyətində isə tarazlıq vəziyyətində sürət maksimum olur. Yəni artıq yeniləşən hərəkət edir. Tarazlığa gəldiyində sürət artır. P maksimum olur. Kinetik enerji maksimum olur. Kənar nöqtələrdə bəs maksimum olan nədir? Kənar nöqtələrdə X maksimal olur. Maksimal yerdəyişmə.
X maksimumdursa potensial maksimaldır. Potensial maksimaldırsa qüvvə maksimaldır. Qüvvə maksimaldırsa deməli təcil üzr istəyirəm. Əlavə nə yazmaq olar bura? Aha, təcil yazmaq olar. Təcil maksimal qiymətini almış olur. İndi bizə nə deyir? Deyir ki, riyazi rəqqas tarazlıq vəziyyətini keçən an. Riyazi rəqqas tarazlıq vəziyyətini keçən an. Yəni tarazlığa yaxınlaşdı. Tarazlıq vəziyyətində artıq onun kinetiki artır, potensialı azalır. Deməli, potensialı azalmalıdır. Potensial enerjisi minimal qiymət alır. Cavab olacaq D variantı. Mayeyə daxil 48-ci sual. Mayeyə daxil edilmiş kapillər borunun radiusunu 3 dəfə azaldırlar. Deməli, R2 bərabərdir R1 bölünsün 3. Borda mayenin qalxma hündürlüyü 6 mm artarsa H2 bərabərdir H1 üstə gəlinsin 6. Başlanğıc qiyməti tapaq. Biz bilirik ki, H bərabərdir 2 sigma bölünsün rho J R düsturları hesablanır. Burada H və R dəyişən zaman dəyişməyən kəmiyyətlər 2 sigma bölünsün rho J dir. Onda buradan 2 sigma bölünsün rho J-ni tapsam olacaq H vur R. Deməli HR hasili bizdə sabit qalmalıdır. Yəni H1 R1 bərabərdir H2 R2. Aha, qiymətləri yerinə qoysaq onda H1 R1 olduğu kimi qalsın. H2-nin əvəzinə qoyaq. H1 üstə gəl 6. Bu R2-ni də yerinə qoyaq. R1 bölünsün 3. R1'lər ixtisar getsin. Onda 3H1 bərabərdir H1 üstə gəlinsin 6. H1'i bir yana keçsəm 2H1. H1 onda bərabərdir 3 mm. Cavabımız olacaq B variantı. 49-cu suala davam edirik. Düz xətt üzrə hərəkət edən cismin koordinatının zamanı asılı qrafik verilmişdir. 4 saniyə müddətində cismin getdiyi yol yerləşməsinin modunda nə qədər çoxdur? Baxırıq ki, cisim 3-dən başlayıb, -3-dən müsbət 3-ə gəlib. Buradan bura gəlməsi üçün 6 metr yol gəlib. Yerindən isə 3-dən 2-yə, yəni 1 metrdə burada yol gedib. Ümumi da yolumuz oldu nə qədər? 6 plus 1 bərabərdir 7 metr. Bəs yerləşməsi nə qədərdir? Cisim əvvəlcə hardan başlayıb? -3-dən. Son nöqtəsi hardadır? 2-də. Onda yerləşmə nə qədər olacaq? 3 ilə 2 arası, üzr istəyirəm. Cavab olacaq 5 metr. İndi nə qədər çoxdur deyir. Nə qədər çox olduğu üçün çıxmaq lazımdır. 7 çıxılsın 5, cavab eləyəcək 2 metr. Y variantı. Davam edək 50-ci sualdan. Düz xəttli hərəkət edən cismin kinetik enerjisinin koordinatının asılı qrafiyi verilmişdir. Əvəzləyici qüvvənin modunu hesablayaq. Biz bilirik ki, iş kinetik enerjinin nəyinə bərabər? Dəyişməsinə bərabərdir. Y2 minus Y1. İndi modul olduğu üçün heç mənfi nəzərə almayacağım. Belə deyək də, normalda olmalıdır 20 çıxılsın 40. Cavab eləsin 20. İşin üstünə tərdir Fs. Fs bərabərdir 20. İndi yaxşı. 20-dən 40-dan 20-yə düşənə qədər nə qədər yol getmiş olur? 0-dan 4-ə qədər. Onda F bərabərdir 20 bölünsün 4. Cavab eləyəcək 5 Newton. A variantı. 51-ci sual. Şaquli istiqamətdə aşağı hərəkət edilən bir lift var. Lift aşağı gəlir. Aha. Deyir ki, liftin sürətinin zamanı asılı qrafik verilmişdir. Hansı zaman intervalında sərnişinin çəkisi onun sükunətdəki çəkisindən kiçik olar? P sükunətdəki çəkisi yazıram, mən mg düsturuyla hesablanır. Kiçik olması üçün mg minus a olmalıdır. Baxaq, 0t1 anında 0t1 anında cisim aşağı yeyinləşir. Yeyinləşirsə təcil eyni istiqamətli olmalıdır. Onda elə bu halda olacaq 0t1-də. Bunu buradan silək. Olacaq m vurulsun, j çıxılsın a. Bizim cavabımızın biri budur. 0t1. Baxıram t2, t1, t2 alına. Bu zaman bərabər sürətli hərəkət edir. Bərabər sürətli hərəkətdə çəkimiz olacaq nə? 0. Mg, üzr istəyirəm, mg olub. Mg-yə bərabər olacaq. Üçüncü halda isə t2, t3 anında isə, bura t3 olmalıdır. Baxıram ki, lift aşağı gəlir. Amma ki, sürət azalır. Sürət azalırsa təcil yuxarı olur. Təcil yuxarı olan zaman P bərabərdir M vurulsun J plus A düsturu ilə hesablanır. Bu zaman çəki artmış olur. İndi bizə lazım idi çəkinin azalması. Burada artdı, burada bərabər oldu. Azalan hal 0T1'dir. Yalnız 0T1 C variantı. Davam edək 52-ci sualına. Proton bir şəkildə göstərildiyi kimi birinci magistral hissəsinə daxil olur.
Onun kinetik enerjisinin yerdəyişməsinin modunun asılı qrafikin. Baxaq uşaqlar. Deməli, proton bu istiqamətdə daxil olanda Lorentz qüvvəsinin düsturu QVB sinus alfa. Biz görürük ki, bu zaman alfa bucağı 0 dərəcəyə bərabərdir. 0 dərəcə sinusa 0 aldığı üçün bu cisimə qüvvə təsir etmir. Bir cisimə qüvvə təsir göstərmirsə, bərabər sürətlə hərəkət edəcək. Yəni V bərabər konstant qalacaq. Sürət də sabitdirsə, kinetik enerji dəyişməyəcək. Cavab olacaq B variantı. 53-cü sual. Metal kürəciyi sıxlığı 2 qram bölünsün santimetr olan maye tam batırdıqda çəkisi 1,25 dəfə azalır. Metalın sıxlığını hesablayaq. Yaxşı. Biz normalda havada çəkisi P0 yazsaq, maye batıranda biz bilirik ki, mayedəki çəkisi həmişə havadakı çəkisindən Arximed qəzəri nə etmiş olur? Azalmış olur. İndi mayedəki çəkisi deyir ki, 1,25 dəfə azalıb. Onda olacaq belə. Mg bölünsün 1,25 bərabərdir Mg çıxılsın. Arximed qüvvəsinin düsturu rho maye G V batan. İndi rho mayenin əvəzinə yazıram 2 G tam batdığına görə V. Buradan J'ləri ixtisar aparıram. M'ləri də atıram rho V ilə. Rho V ilə açanda yenə V'lər də nə etmiş olacaq? İxtisar etmiş olacaq. Onda qalır nəyimiz? Rho bölünsün 1,25 bərabərdir. Rho çıxılsın 2. Aha, buradan da həll etməyə çalışsaq, hər tərəfi 1,25'ə vursaq, rho bərabərdir 1,25 rho çıxılsın 1,25'i 2'yə vursaq, bu eləyər 2,5. 2,5. Onda 2,5'i bu tərəfə, rho'nu da bu tərəfə keçirsək, olacaq 0,25 rho bərabərdir 2,5'ə. Rho da bərabərdir 2,5 bölünsün 0,25. Bu zaman alacağıq cavabımızı 10 qram bölünsün santimetrin kubu. Baxaq görə səhvimiz olmalı. Deməli, P mayedəki P0 çıxılsın F Arximeddir. MG-ni yazdıq. J'lər ixtisar getdi. Sonra rho V ilə atsaq. V'lər də ixtisar getdi. Sonra 1,25'ə vursaq, rho bərabərdir 1,25 rho çıxılsın. 1,25'i də 2'yə vuranda eləyir 2,5. 0,25 bərabərdir 2,5'ə. Rho bərabərdir 10. Cavabımız olacaq 10. 54-cü sualına davam edirik. Hamar üfüqi müstəvidə qoyulmuş M, 2M, 3M kütləli 3 cisim üçün belə bir sistem düzəldilmişdir. Deyir ki, T1 gərilməsi 20 Newtondur. Baxırıq ki, T1 gərilməsi neçə cisimi dartmış olur ümumilikdə? 5 M kütləli cisimi. Və T1'in qiyməti bizdə nə qədərdir? 20 Newton. Deməli 20 Newton 5 M-i dartırsa, hər M-ə nə qədər qüvvə düşmüş olacaq? Biz onu şifahi hesablasaq olur 4 Newton. İndi bizdən nəyi soruşur? T2'ni soruşur. T2'dən sonra neçə kütləci var? 3 M kütləli. Hər M-ə 4 düşürsə 3 M-ə nə qədər olacaq? 12 Newton. Cavab olacaq 12 Newton. 55-ci sual. Deməli, müqaviməti 0,3 üzrə hesab edin. Davam edirik 55-ci sualla. Deməli, müqaviməti 0,3 sahə 6 vurulsun 10 mənfi 4 qapalı keçirici kontur birciz maqnit sahəsinin qüvvə xəttlərinə perpendikulyar yerləşir. Maqnit sahəsinin induksiyası 0,6 Tesla'dan 0,2 Tesla'ya qədər azalarkən en kəsiyində keçən yükün miqdarını hesablayaq. Yerim məhdud deyə düsturun çıxarışını verməyəcəm, amma yükün düsturu Q bərabərdir delta fi bölünsün R düsturu da hesablanır. Gəlin belə ayrı-ayrı delta fi'ləri tapaq, sonra delta fi'ni hesablayarıq. Deməli, fi1 bərabərdir BS. B1 S1. Onda olacaq onda. B1 0,6 S 6 olacaq 3,6 vur 13,4. Fi2'ni hesablasam 6 vur 1,0,2 bu eləyir 1,2 vurulsun 13,4. İndi fərqi nə qədər edəcək? Yəni delta fi'miz. Fərqini tapanda delta fi bərabərdir. Eləyir 2,4 vurulsun 13,4. Onda 2,4 vur 13,4. Elimizdə 0,3. 2,4'ü 0,3'ə böləndə eləyir 8 vur 13,4. Bizə deyir ki, milli kulonla hesablayın. Bu da olacaq onda 8 vurulsun 13,1 milli kulon. Yəni 0,8. Cavabımız olacaq 0,8.
56-cı sualla davam eləyək. Damcı kondensator lövhələr arasında tarazlıqda olarsa hansı mülahizələr doğrudur? Baxın, bu damcının aşağı bir ağırlıq qüvvəsi var. Tarazlıqda olması üçün yuxarı elektrik qüvvəsi yuxarı olmalıdır. QY. Və yuxarı olması üçün mənfi yük itələnməli. Deməli, yükümüz işarəsi mənfi olmalıdır ki, mənfini itələsin, müsbət mənfini cəzb eləsin, bu tarazlığa qala bilsin. Deməli, damcımızın yükü mənfidir və qüvvəmiz, QY qüvvəmiz yuxarı yönəlib. Baxaq, damcı müsbət kömək səhvdir, damcı mənfi kömək doğrudur. Elektrik sahəsi tərəfindən təsir edən qüvvə modulu ağırlıq qüvvəsi moduluna bərabərdir. Bəli, tarazıda olması üçün ağırlıq elə QY-yə bərabər olmalıdır. 3-də doğrudur. Ağırlıq qüvvəsi moduluna böyükdür deyə səhvdir. Elektrik sahəsi təsir edən nədir? 5-də nədir? Damcıya kondensator elektrik sahəsi tərəfindən təsir edən qüvvənin modulu ağırlıq qüvvəsi moduluna kiçikdir deyir, səhvdir. Elektrik yüklə malikdir deyir, səhvdir. Cavab olacaq burada 2, 3. Davam eləyək 57-ci sualla. Qüvvə xətlərinə perpendikulyar istiqamətdə bir cism sahəsində proton, elektron və neytron daxil olur. Onlara təsirin Lorentz qüvvəsinin istiqamətini tapmalıyıq. Bilirik ki, Lorentz qüvvəsinin düsturu F Lorentz bərabərdir QVB sinüs alfadır. Hamısı 90 dərəcəyə daxil olduğuna görə qısacası QVB yazmaq olar. İndi baxın, neytronun yükü. Q neytron 0 olduğu üçün buna qüvvə təsir eləmir. Ona görə də düz olduğu kimi nə edəcək? Davam eləyəcək. Şaquli aşağı doğru yönəlmiş olacaq. Deməli, neytron aşağı yönəlmiş olacaq. B variantı. Digərləri üçün isə sol qədəsini istifadə edirik. X ovcumuza daxil olmalıdır. Əlimizin içi bizə görünməlidir. 4 barmaq aşağı olanda proton görürük ki, təsir göstərən qüvvə bu istiqamətdə olacaq. Onda proton sağa doğru gedəcək. Deməli, proton sağa. Proton sağadırsa elektronun eyni istiqamət olacaq. Elektronun tam tərsi olacaq. Onda olacaq sola. Bu da olacaq D variantı. Deməli, C, D, B. Bu formada yönəlmiş olacaq. 58-ci sual. Elektrik tutumu mövzusuna aid izah edərkən müəllim elektrik tutumu 40 pikofarad olan yüklənmiş müstəvi hava kondensator lövhələri elektrometrə birləşdirilir. Lövhələr arasındakı gərginlik 16 voltdur. Lövhələr arasındakı məsafəni 2 dəfə azaltdıqda elektrometrin göstərişi necə dəyişir? Biz bilirik ki, elektrometr gərginliyi ölçür. Gərginliyin düsturu U bərabərdir Q bölünsün C. İndi baxıram, görürəm ki, gərginlik tutumla necə mütənasibdir? Düzdür. İndi yaxşı. Tutumun öz düsturunu yazsam. C bərabərdir epsilon 0 S bölünsün D. Qeyd eləsək Q bölünsün epsilon 0 S, D də qalxdı yuxarı. Görürük ki, məsafəni 2 dəfə azaldanda gərginlik 2 dəfə nə etmiş olacaq? Azalmış olacaq. Əvvəlcə gərginlik 16 volt idi. İndi gərginlik nə qədər olacaq? 8 volt. Deməli, bizim elektrometrin göstərişi 2 dəfə nə etmişdir? Azalmışdır. 2 dəfə azalar. 59-cu sual. 5M və M kütləli A və B cisimləri uyğun olaraq radiusları R və 3R olan çevrələr boyunca eyni periodla qeyd edək. Eyni periodla hərəkət edir. Bu zaman P impulsu, A'nın impulsunu B'nin impulsuna nisbətini hesablamalıyıq. Ümumiyyətlə period eynidirsə, onda nü eyni, tezlik eynidir, omega eynidir və dövrlərin bu üç cəmiyyət belə deyək ki, hər biri üçün eynidir. İndi gəlin neyniyək? P bərabərdir MV. Yaxşı, sürətin hansı düsturunu götürsə yaxşılar? Omega olan düstur V bərabərdir omega R. Onda olacaq M omega R. İndi A üçün yazsam. A'nın kütləsinə şəkildə burada 5M, M, A və B dediyinə görə yəqin ki, A'nın kütləsi A 5 olacaq. Hesablayaq. 5M omega A'nın radiusu R'dir. B üçün hesablasam olacaq M omega R'dən M'in kütləsi olsun 3M omega kütləsi M vermişdir. M omega 3R. Aha, bu zaman deyir ki, PA bölünsün PB. PA bölünsün PB. Onda olacaq cavabımız 5 bölünsün 3. Bu formada əgər belə də olmasa, yəqin ki, sürüşmə olubsa əgər kütlələrin yerində, onda belə ola bilər ki, A'nın kütləsinə bu dəfə M deyək, B'nin kütləsinə 5M deyək. Onda olacaq PA üçün hesablasam. PA bərabərdir. Olacaq onda M omega R. PB bərabər olacaq. PB də olacaq. Kütləsi olacaq 5M omega vurulsun 3R. Bu zamanda A-nı B-yə böləndə cavab eləyəcək 15-də 1. Yəni, əsas gedişatını bilsəz, şərt necə olsa yazacaqsın inşallah. 60.
Porşenin altında maye və onun doyan buxarı vardır. Sabit temperatur. Bayaq qeyd edilir ki, temperatur sabit olanda P, N, R hər biri sabit qalır. Onda bizə deyir ki, doyan buxarın sıxlığı. Əvvəlcə birdən keçsin doyan buxarın sıxlığı nə etməyəcək? Dəyişməyəcək, konstant qalacaq. Bəs mayenin kütləsi. Biz bilirik ki, porşenin altında buxar var idi. Porşin aşağı sıxıldıqca mayenin bir hissəsinə, buxarın bir hissəsi nəyə keçir? Mayeye keçir. Mayeye keçirsə mayenin kütləsi başlayır eləməyə, artmağa. Və yaxud da sıxlığın üstünə rho bərabərdir m bölünsün v. Buradan m bərabərdir rho vurulsun v. Bunu biz nə üçün yazacağıq? Bu doyan buxar üçün yazsam, buxarın sıxlığı sabit. Həcm azalanda buxarın kütləsi azalır. Bəs buxarın kütləsi azalırsa, mayenin kütləsi nə edəcək? Avtomatik mayenin kütləsi nə etmiş olacaq? Yenə artmış olar. Deməli, sıxlıq dəyişməz, kütlə artar. Bu qədər izlədiyiniz üçün çox sağ olun.